Tursun. Mən Şəhidə Tursun. Dünyadakı ən qalxız oxucu. Mən barlıq imtahanlarda davamlı toluq numar alıram. Mən həmmən dərslərdə şundaq yaxşı. Mənim qəlbimdə kəlgüsümə nisbətən zor işək və ümid var. Mən hər günü nəhayət köplügən tutuq və bilimlərini özümə tatib kilovatımən. Mən vücudumda acayip güçlük sinirsiz derecedeki bir hareketlendirir güç var. Benim kəlgüsüm intayet parlaq. Mən dünyadakı ən bilimlik və ən dağınıq adam bolumən. Mən çoxum öz təsəvvürümdən alğan nəticə və ufuklara erişmən. Kəlgüsümdə mən arzu qılğan həmən nəslə barb oldu. Qalbə və ufuk hər vaxt mənə mənsub. Şunlara işitmək ki, mən çoxum pat arda ən yuqarı bilən nəticə bilən hayatımdakı birinci dağdan yol bolğan fikri duruqsuz oturan məktəb bilən Çalxabən imtihanısına ötüb gitmən. Tutuq qəlbə və bilim hər günü mənə qarab axmaqda. Mən şununla çəksiz işinirəm ki, mən çoxum